Amma qısaca maraqlıdır Renatla bağlı fikirlərin. Zaman-zaman səslənir. Neftçi ilə adı çəkilir, Qarabağla çəkilir. Ümumiyyətlə, hazırki Renat Dadaşov Neftçi və Qarabağı gücləndirəcək futbolçudurmu? Konkret də danışası olsaq, Qarabağa kömək edəcək səviyyədədirmi? Sözün açığı, mən bu məsələyə belə yaxınlaşıram. Renatın, belə deyək də, perspektivi çox yüksək idi gənc yaşlarında. Hansı ki, biz ondan Azərbaycanı seçdiyinə görə də sevinmişdi, yəni futbol azarkeşləri, hansı ki fikirləşirdi ki, bizim üçün də Avropa, belə deyək də, Avropa mentalitetində, Avropa futbol məktəbi görmüş bir nəfər Azərbaycanı seçdi və o vurmadan klublar dəyişdi, hansı ki, düzdür, bəzilərində qismən də uğurlu olmuşdu. Amma mən fikirləşirəm ki, əgər Renat Azərbaycana gəlsə, neçə yaşı var? Artıq 25-26 yaşı olar. Rahat 28 falan olar. Olar. Yəni bu artıq belə deyək də, onun son transferlərindən biri olacaq. Elə Azərbaycan kontraktlarından. Yəni elə Azərbaycandan da elə yavaş-yavaş, yəni artıq futbolu bitirməyə doğru gedəcək. Yəni isti yanaşmağa dəyməz bu transferə. Məncə bilmirəm. Məncə yəni artıq 26 yaşı var onun. Hansı ki limit olsaydı, bəlkə də fikirləşərdi ki, hə, məsəl üçün Azərbaycanlı futbolçu kimi bəli, xeyir verə bilər. Amma hal-hazırdakı durumda mən bilmirəm, bəlkə futbolda hər şey baş verə bilər, amma o qədər də uğurlu transfer olacağını düşünmürəm.